Herkese salam, sayfama hoş gelmişsiniz. Bugün sizlere birlikte kendi vlog çekeceğiz ve saat 6:18'dir. Bu da benim səhər idman edən qardaşım, Nəzət 26 qardaşımızın səhər artisti tutub. Güyəndə həmişə belədir də bu. Nəysə, davam edək. Gedək nənəmin hövləsinə. Tövlə idi. Çaşdım tövləyə. Bunlar nənəmin toyuqları. Bu nənəmin inəyi. Bu şey mənə yaman tərs-tərs baxır. Bu da nənəm, inəklə bir yerdə. Mən belə şeylərlə məşğul olmadığıma görə 1 metrə uzaq durmağa çalışıram. 1 metrə. Burada nənəmin kəndi, həyəti, bağı. Bunlar da lobyalar. Pişik. Heç bir mən sayım. Güneş yoxdur deyə, günə baxanlar da yerə baxır. Bir şey dedim. Ay öyle ne şeyli. Susa bakın. Neyse yiyək. Sizcə bu hansı meyvədir? İndi bu dəqiqə balaları görürüm. Çok güzelsiniz. Neyse eve çıxam, mən acam yemək yeməliyəm. Bu da mənim səhər yeməyim. Avokadosuz tort. Mən belə kənd həyatına alışıq olmadığıma görə yatıb qalmışam. Gəncədə görək nənəm nə qayırır. Baxın görün. Nənəm burada kəsə pişirir. Heç dayanmaz. Nənələr dayanmaz. Nənələr dayanmaz. Uşaqlar baxın, nənəmlə babam rəssam olmaq budur da. Hər kəs çəkirsən. Necə alınıb sizdə? Düzdür, çox da məhtəşəm çəkə bilməmişəm, çünki hər də o qədər yaxşı alınmır da məndə. Amma yenə də çəkmişəm. Necədir sizdə? O da saat. Çok ağladı ya. Çok ağlı çıtavır. Necədir uşaqlar? Sağ olsun nənəm, mən göyərti sevmədiyimə görə mənə şorla hazırlayıb. Mənim çətəm də hazır. Baxaq görün necədir. Bu da axşam yeməyi. İndi gəzməyə gedirik. Hazırlaşaq. Səs kaydını açmaq yadımdan çıxıb deyə bu səsi üstündən yazıram. Deməli biz burada parka gedirik. Parka ən axırıncı uşaq vaxtı getmişdim. 3-4 yaşımda falan getmişdim deyə heç bir şey yadımda qalmayıb. Bir dənə yadımdadır ki, orada bir yelləncək var idi, fırlanırdım orada. Amma yəni biz necə çox adam minə bilmir də, ürək bulantı, baş ağrı falan olur. Amma məndə əyləncə vaxtda belə bir hiss olmur da. Onu çox xoşlayırdım. Əgər yəni onu görsəm mütləq minəcəm. Və çatdıq. İnanın ki, uşaqlıqda gəlmişəm, amma heç bir şey yadımda qalmayıb. Dediyim həmin yer bax tam budur. Bunu bilmək çox istəyirəm, amma hələ ki bilmək üçün fikrim yoxdur. Belə bir karusel gördük. Heç minməmişəm. Minmək üçün fikrim də olmayıb. Amma birdən qərara gəldik ki, biz bu karuselə minək. Düzdür, yaxınlaşdıqca adam daha çox panikləyir. Qorxuram, biz ona mindik. Yavaş-yavaş pərçənlər çıxırıq. O qədər qorxuluydu ki, amma o qədər də maraqlıydı. Tam bir qurğu 7 dəqiqəyə
fırlanırdı. Bir an elə bildim ki, tərpənmirik, getmirik. O qədər yavaş idi ki, hətta gedib bir an dayanırdı. Bir an elə bildim ki, biz ilişdə qaldıq. Düz bu hissədə elə bilmişdim. Bayaq oranı keçəndə gəzirdim. İndi sonra göydən baxıram. Çox hündür idi. Qardaşımı dayımın yanında saxladım. Mən özüm valideynlərimlə mindim. Ona xəyanət elədim. Amma nə edeyim? Mən tək gedəməzdim. Evlər uşaqlar yuxarıdan izləyirəm. Yuxarıdan evlərin üstünü görmək olur. Maraqlı idi əslində. Buna minəcəm. Gedək biraz da maşın sürək. Bu gün əylənirik də uşaqlar. Ayxan mənə bayaq çırpıldı deyə getdim onu çırpıldım, ondan hirsimi aldım. Düzdür, ən axırda son bir sənə gəldim onu çırpıldı, amma yenə də olsun. Mənə çox çırpıldı, çox hirsimi aldım ondan. Maşından düşdü, axırda böyük bir dərbə aldım. Qardaşım gəldi mənə çırpıldı. Çox pis çırpıldı, amma nəysə, boş şeydir. Belə görə başqa bir karusel tapsaq ona da minəcəyik. Tapsaq da inşallah. Videomu burada sağ olun.